Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Kirov dairəsinə və Aliqat restoranına yaxın bir ərazidə. Yoldan arası bir 150 metr məsafədə 2 sotun torpaq sahəsinin üzərində bax belə yerdən ən azından 6-7 daş görsülü həyət evini ki, vallahi hər kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarət evin torpağın çıxarışı var. Paket kupçada həm qeydiyyat üçün yararlıdır, həm ipotekaya yararlıdır. İlkin olaraq qiymət 127 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olacaq və kombisi var. Mətbəx mebeli qaldı. İnşallah həyəti təqdim edəcək sizlərə. Həyəti göstərək tam şəkildə sizlərə. Giriş hissəsini də təqdim edəcək və sonra çəkiş keçək evin içərisini təqdimatını inşallah. Qardaşım, giriş hissəsini də verək. Suyun axıntısı üçün yer qoyulub, suyun axıntısı üçün yer qoyulub. Orada kombinin yeridir. Hər iki tərəfdən sol və sağ hissədən podval hissəsi var. Yəni evin altına keçidi var. Və qalxaq inşallah evin içərisini sizlərə təqdim edək. Buradan da giriş hissəsini verək, izləyicilərimiz izləyə bilsinlər. Tam şəkildə sizlərə təqdim edək içəri hissəsini. Və daxil olaq evin içəri hissəsini inşallah təqdimatına. İçəri hissəsini təqdim edək sizlərə. Burada böyle bir səliqəli zalı var. Onu təqdim edək inşallah. Yəni əşya qalmayacaq. Yalnız bir mətbəx mebeli, bir kombi qalır. Sonra bu otağı təqdim edək inşallah. Bu otağı göstərək. Sonra keçək digər otaqlarımızın təqdimatına. Və qeyd etdiyimiz kimi bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. Və 3-cü yataq otağımızı təqdim edək inşallah. Və sanjel hissəsini təqdim edək. Sanjel hissəsi tam hazır vəziyyətdədir. Aksesuarlarına görə qurulur və istifoldan ibarətdir. Və keçirik inşallah mətbəx hissəsini təqdimatına. Mətbəx hissəsini sizlərə, mətbəx hissəsini göstərək qardaşım ki, izləyicilərimiz izləyə bilsinlər. Və biz də çalışırıq Məşdağa Əmlak şirkəti olaraq sizlər gözəl evlər çəkib təqdim edirik izləyicilərimizə. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşdağa 28